Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 15 Kasım 2025 Cumartesi. Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Əli. Bütün dinləyicilərimizi salamlayıram. Özlem, notları şöyle bir göz gezdirdim de güne çok tatsız bir haberle başlıyoruz. Kiev'deki Azerbaycan Büyükelçiliğine bir saldırı olmuş. Bəli, Özləm, çox pis xəbərdir. BBC Azərinin məlumatına görə Rusiya qüvvələrinin Kiyevə son raket hücumları zamanı Azərbaycan səfirliyinin binasına da ziyan dəyib. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Bakıdakı səfirini çağıraraq etiraz notası verib. Protesto notası vermişler yani. Vahim bir durum. Can kaybı olmaması en büyük teselli sanırım. Ukrayna'dan bir tepki gelmiş mi? Bəli, hadisədən sonra Ukrayna prezidenti Volodymyr Zelenski Prezident İlham Əliyevə zəng edərək məlumat verib və hücumu pisləyib. Anladım. Uluslararası gündemden devam edelim o zaman. Notlarında Cumhurbaşkanı Aliyev'in Taşkent'e davet edildiği yazıyor. Bu önemli bir gelişme sanırım. Bəli, T.az saytının yazdığına görə Prezident İlham Əliyev Daşkənddə keçiriləcək 7-ci Mərkəzi Asiya dövlət başlarının məşvərət toplantısına dəvət edilib. Bu, Azərbaycanın Orta Asiyadakı artan strateji əhəmiyyətinin bir göstəricisidir. Meşveret toplantısı, bizdeki istişare toplantısı gibi bir şey herhalde değil mi? Tamamilə doğrudur, istişarə məsləhətləşmə deməkdir. Harika. Ali, dün programda yurt dışında yaşayan iki gazetecinin başsavcılığa çağrıldığını konuşmuştuk. Bugün de benzer bir haber var notlarında. Anlaşılan bu durum devam ediyor. Təəssüf ki, davam edir. Azadlıq Radyosunun xəbərinə görə bu dəfə tanınmış tarixçi Altay Göyüşov və politoloq Ərəstun Oruclu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıblar. Bu, ölkədəki tənqidi səslərə qarşı təzyiqlərin bir hissəsi kimi qiymətləndirilir. Azadlıq Radyosu müxalif bir media orqanıdır, bunu da qeyd edim. Dünden aklımda kalmış. İstintak İdaresi, soruşturma dairesi demekti. Üzücü gerçekten de aydınların bu şekilde çağrılması. Şimdi biraz daha keyifli bir habere geçelim. İstanbul ve Bakü arasında bir metro kardeşliği mi başlıyor? Elə də demək olar, Day.az saytının yazdığına görə Bakı metropoliteni ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Metro İstanbul arasında əməkdaşlıq müqaviləsi imzalanıb, təcrübə mübadiləsi və ortaq layihələr həyata keçiriləcək. Harika haber. İstanbul'un tecrübesi boldur özellikle de kalabalık yönetimi konusunda. Darısı Bakü'nün başına. Ali, notlarda yine konut fiyatları artışı var. Bu haberi dün de konuşmuştuk sanki. Bəli, dünən də bu mövzuya toxunmuşduq. Meydan TV-nin məlumatına görə Azərbaycanda mənzil qiymətləri son bir ildə %12,7 artıb. Xəbər hələ də aktual olduğu üçün gündəmdədir. Menzil yani daire fiyatları. %12,7'lik artış bir günde geri alınacak ya. Bize çok tanıdık gelen hikayeler bunlar. Son olarak bir de üzücü bir kaza haberi var. Şirvan'da bir fabrikada. Bəli, Azadlıq Radyosunun yazdığına görə Müdafiə Sənaye Nazirliyinin Şirvan şəhərindəki bir zavodunda baş verən qəza nəticəsində bir işçi həyatını itirib. Hadisə ilə bağlı araşdırma başlayılıb. Başımız sağ olsun diyelim. Ali, bugünkü notlar için çok teşekkürler. Gündem yine dop doluydu. Mən təşəkkür edirəm, Özləm. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.